Salam, 11-ci kimya dərsinə başlayırıq. Mövzumuz təbiəti çirkləndirən maddələrdir. Əslinə qalsa bu mövzu imtahanlara birbaşa düşmür, ona görə də qısa video şəklində izah edəcəm. Əvvəlcə təbiəti çirkləndirən maddələr dedikdə nə nəzərdə tutulur? Təbiəti çirkləndirən maddələr havanı, suyu və torpağı çirkləndirən maddələr şəklində qruplaşdıra bilərik. Əvvəlcə başlayaq havanı çirkləndirən maddələrdən. Havanı çirkləndirən maddələr əsasən avtomobilin qazları, hansı ki mühərrikdə yanan, məsələn benzindir, qazdır və s. yandıqdan sonra karbon qazı, su və digər maddələr əmələ gəlir. Həmin maddələrdə havanın çirklənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün bir neçə amili yerinə yetirmək lazımdır. Birincisi elektromobillərdir, hidrogen yanacağı ilə və daha təmiz yanacaqlarla işləyən avtomobillərin yayılması, daha sonra avtomobillərin sayının azaldılmasıdır, ictimai nəqliyyatın istifadədir. Bu kimi şeylər tətbiq olunsa, bir də hal-hazırki avtomobillərdə də yanacağın təmiz yandırılması üçün, yəni zərərli qazların azaldılması üçün xüsusi ehtiyat hissələr qoyulmalıdır. Bu şərtlərlə havanın çirklənməsini biraz azaltmaq olar. Havanı çirkləndirən digər amil isə zavodların, fabriklərin tüstü bacalarından çıxan, xüsusilə də zavodlarda ümumiyyətlə müxtəlif bəzi maddələr var ki, məsələn sulfat turşusu istehsalı zavodudur. Həmin zavodda müəyyən maddələr var ki, onlar havaya qarışa bilir və bu da təhlükəli səbəblərə, hətta turşulu yağışların yağmasına tutmuş müxtəlif səbəblər havanı çirkləndirən maddələrin yayılmasına səbəb olur. Daha sonra havanın çirklənməsinin bəs nəticəsi nə ola bilər? Havanın çirklənməsi nəticəsi, misal üçün karbon qazı artdıqca istixana effekti yaranır. İstixana effekti nədir? Bir növ desək parnik effekti. Sanki karbon qazı miqdarı artdıqca istiliyin miqdarı artır. Və ona görə də necə ki istixananın içi, parnikin içi isti və rütubətli olur, eyni bənzər xüsusiyyətlər yaranır. Belə ki, günəş şüası qayıtması, əks olunması azalır və daha çox sanki yer kürəsində həbs olur həmin o şüa və istilik artımına, qlobal istiləşməyə səbəb ola bilər. Keçək indi suyun çirklənməsinə. Suyun çirklənməsində bir neçə səbəbi var. Əvvəla məişət tullantılarıdır. Məsələn, tutaq ki, qabları yulan zaman yuyucu vasitələr, daha sonra digər yuyucu vasitələrdir. Ondan sonra digər tullantılarda hamısının suya qarışması. Təhlükəli olan tərəflərdən biri də budur ki, zavodların, fabriklərin onların artıqlarının, hansı ki, tullantılarının sulara qarışması daha ciddi təhlükəlidir. Çünki zavodlarda müəyyən, məsələn, kimyəvi maddələr istehsal olunursa, həmin o maddələr də artıq tullantının tərkibində suya qarışa bilir. Daha sonra, məsələn, bəzən plastik tullantılarda, butulkalar və s. onu atırlar su hövzələrinə. Bu da problem yaradır. Niyə görə? Çünki içi boş olduğundan suyun üstündə qalır və suya bir də ən əsas, tutaq ki, qab yuyulan zaman o yağlı maddələrdir və digər ümumiyyətlə sudan yüngül maddələr suyun üzərində təbəqə şəklində yayılır. Və yaxud da ki, tankerlər qəzaya uğrayanda, neft daşıyan tankerlər, onun içərisindəki minlərlə, milyonlarla ton neft dənizə axır. O da yüngül olduğuna görə, neftdir, yağdır və bu kimi maddələr yüngül olduğuna görə suyun üstündə təbəqə şəklində, nazik təbəqə şəklində yayılır və bir növ yorğan kimi örtür də, belə desək, və havadan oksigen suya keçməsinin qarşısını alır. Nəticədə bəzi balıqlar, suda yaşayan bəzi canlılar, belə deyək də, nəfəs ala bilmir və tələf olurlar. Daha sonra biz torpağı çirkləndirən maddələrə misallar göstərək. Torpağı çirklənməsinin ən önəmli səbəblərindən biri hal-hazırda bilirik ki, kənd təsərrüfatında ümumiyyətlə artıq milyardlarla insan yaşayır və kənd təsərrüfatında məhsulları artırmaq üçün müxtəlif gübrələrdən, daha sonra həşəratlara qarşı, müxtəlif zərərvericilərə qarşı müxtəlif dərmanlardan istifadə olunur. Onlar da təbii ki, torpağın tərkibində qalır, təkcə zərərvericilərə ziyan vurmur. Həm də ümumilikdə torpağın kimyəvi tərkibini dəyişir və çirklənməsinə səbəb olur. Digər yandan quruda da neft çıxardır ki, quruda çıxarılan neft də torpağın çirklənmə amillərindən biridir. Təbiəti çirkləndirən maddələr beləliklə qeyd eləmiş olduq və 3 hissədə havanın çirklənməsi, suyun çirklənməsi və torpağın çirklənməsini qeyd elədik. Bundan başqa
Bəzi maddələr də var ki, məişətdə də bizim, məsəl üçün, nəfəs almağımıza, havanın tərkibinə təsir edə bilər. Xüsusilə bir şey qeyd eləyək, məsələn, dəm qazı. Dəm qazının formulası CO-dur. Dəm qazı nə zaman yaranır? Tam yanma baş vermədikdə. Misal üçün, tutaq ki, qaz sobalarında tam yanma baş vermirsə, onda karbon qazı əvəzinə dəm qazı əmələ gəlir. Dəm qazının da təhlükəli cəhəti odur ki, o qanda daha sürətlə yayılır və tənəffüs prosesinə oksigen və karbon qazının mübadiləsini belə deyək də qarşısını alır. Nəticədə insan əvvəlcə huşunu itirir, yəni müəyyən ardıcıllıqla ən sonda bayılır, huşunu itirir və uzun müddət qaldıqda da artıq dünyasını dəyişir. Ona görə də çalışmaq lazımdır ki, xüsusən də yanacaqlar yandırılan, məsələn, qaz sobaları və digər hamam otaqlarında, mətbəxlərdə təhlükəsizlik qaydalarına və havanın dəyişməsinə riayət olunsun. Bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun.